Bu qarışımı yalnız güclü ağrını hiss eləmək istəyirsinizsə yoxlaya bilərsiniz. Çünki bədəninizin hər hansı bir nahiyəsinə düşsə, həmən o nahiyədə dərini parçalayacaq və oradan yeni tüklər çıxacaq. Elə bir asfaltda cungli çıxır. İstəyir keçəl baş, istəyir tüksüz sinə belə olsa, oranı tük basacaq. Elə bir sanki meşədə kimi saç tökülməsinin bir dəfəlik qarşısını alır. Gördüyünüz kimi məndə saç tökülməsi qətiyyən yoxdur və güclü şəkildə yeni saçlar çıxacaq. Bunun üçün isə qazanın içinə bir ovuc mixey, bir ovuc rozmarin və 6-7 ədəd dəfnə yarpağını əlavə edirsiniz bir stəkan suda və gözəl bunu qaynadırsınız. Sonra qaynayandan sonra diqqətlə qulaq asın, videonu da qeyd edin ki, itirməyəsiniz. Üstünə qab qoyursunuz bir 5-6 dəqiqə ki, tam hazır olsun. Ondan sonra süzürsünüz, bir flakon spreyin içinə əlavə edirsiniz. İndi istifadə qaydasını deyəcəm. Bu gördüyünüz isə mənim bir aylıq proqramdan 10 kilo arıqlayan dəyərli izləyicim də ac qalmadan təbii yolla. Siz də belə istəyirsinizsə WhatsApp nömrəmə arıqlama proqramı yazın, məlumat göndəriləcək sizə. İstifadəsi üçün isə hər gecə yatmazdan öncə təmiz saçlarınızın dibinə gözəl bunu tətbiq edirsiniz. Saçınızı darırsınız ki, tam hopsun dibinə və gecədən səhərə kimi qalsın. Bu proseduru hər gün təkrar edin. Əmin olun ki, nəticəsini görəcəksiniz. Daha çox belə faydalı videolar üçün bu videonu like edin, aşağıdan kanalıma abunə olun. Çünki mən sosial şəbəkələrimdə sağlamlıq, arıqlama, kökəlmə, gəncləşmə üçün bax belə faydalı videoları paylaşıram. Like edin, abunə olun.